Bir sual verim sizə. Evimizdə xəstə uşaq olanda nə edirik? Dərhal həkimə aparırıq. Dərmanını vaxtında veririk. Qidasına diqqət edirik. Gecə-gündüz başının üstündə dayanırıq. Bəs eyni diqqəti özümüzə göstəririkmi? Çox zaman yox. Xüsusilə yaş artdıqca insanlar öz sağlamlıqlarını arxa plana atırlar. Keçər, yaş tabaqlıdır. Hamı da belədir, deyə-deyə. Əslində ciddi problemlərin üstündən keçirik. Amma elm bizə başqa şey deyir. Müasir geriatriya göstərir ki, yaşlanmaq xəstəlik deyil. Yaşlanma, düzgün idarə olunarsa, sağlam, aktiv və keyfiyyətli həyat mərhələsi ola bilər. Araşdırmalar göstərir ki, yaşlı insanların bir çox xəstəlikləri, şəkərli diabet, hipertoniya, sümük əriməsi, yaddaş zəifləməsi, erkən mərhələdə aşkar edilsə və düzgün idarə olunsa, onların təsiri ciddi şəkildə azaldıla bilər. Amma bunun üçün bir şərt var. İnsan əvvəlcə özünə diqqət etməlidir. Biz uşaqlarımızın sağlamlığına necə yanaşırıqsa, özümüzə də elə yanaşmalıyıq. Çünki sağlam valideyn, sağlam ailə deməkdir. Sağlam yaşlı, cəmiyyət üçün böyük bir dəyərdir. Bu kanalın məqsədi də məhz budur. Yaşlılıq dövrünü xəstəliklə deyil, sağlamlıqla, güclə və dəyər hissi ilə yaşamaq.